Qadının qoxusu kişini cəlb edir, o kişiyə mesaj ötürür. Biz əks cinsi özümüzə bağlamaq istəyiriksə, nəsə xüsusi bir qoxulardan istifadə etməliyik. Qoxu əslində bizim göz ardı etdiyimiz və qoxu bilməni də hissiyatlarımız, duyğularımız arasında ən sonuncu yerə qoyduğumuz halda əslində həyatın təməlidir. Parfüm sözü dumanla yüksələn deməkdir. Ki sən belə görmüsən, belədir. Bəli. Belə də gedir. Bir çox qadınlar üçün bu qoxu kişiliyi təmsil edir. Axı biz günümüzdə partnyoru qoxu ilə seçmirik. Necəyiksə ona uyğun ətir seçmirik. Necə olmaq istəyiriksə ona uyğun ətir seçirik. Kəbəni ziyarət edərkən tamamilə qoxusuz olmalısınız. Ərəb üçün ən gözəl qoxu olan ud, Azərbaycanlı üçün motal pendiri və corab qoxusudur. Sən get Finlandiyaya, Yaponiyaya, gör sən burun qırışdırırlar ya yox. Özünüzü böyük bir şey zənn edirsiniz. Murad Məsud 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 228 nömrəli orta məktəbdə almış, ali təhsilini Azərbaycan Kooperasiya Universitetində davam etdirmişdir. Murad Məsud beynəlxalq arenada tanınan ilk yerli Azərbaycanlı parfümer kimi fəaliyyət göstərir. O, eyni zamanda əcnəbi ətir şirkətində çalışan yeganə Azərbaycanlı parfümer olaraq bu sahədə ölkəmizi beynəlxalq səviyyədə təmsil edir. Peşəkar fəaliyyəti ilə yerli ətirçilik sənətinin inkişafına və tanıdılmasına mühüm töhfələr verir. Ailəlidir, 6 övladı var. Murad bəy, xoş gördük. Xoş gördük. Düşünürəm ki, çox maraqlı mövzumuz olacaq. Baxaq. Baxar. Murad bəy, qoxu nədir? Yəni mən bayaq danışdım sizlə, dedim, yəqin ki, bu mən dilimin bəlasına düşmüşəm. Demişdim ki, sadə suallar hazırlamayaq, daha maraqlı olsun. Baxıram, birinci sualdan çətinliyə salsın. Qoxu əslində bizim göz ardı etdiyimiz və qoxu bilməni də hissiyatlarımız, duyğularımız arasında ən sonuncu yerə qoyduğumuz halda əslində həyatın təməlidir. Yaşamaq, həyatda qalmaq, soyumuzu artırmaq üçün birinci yerdə gələn, birinci növbədə lazım olan bizə duyğudur. Qoxu da təbii ki, o duyğuya xitab edən bir nəsnədir və yaxud da yaradılışdır deyə belə bir şey. Hətta yaradılış. Yəni hər şey yaradılışdır zaten. Zaten. Nəslimizi artırmaq üçün deyirsiniz. Bəli. Qoxu ilə nəslimizi artırmaq arasında nə bağ var? Düzdür, insanlar bu mövzuda biraz uzaqlaşıblar öz belə deyək, atalarından və yaxud ki, təməl yəni təməl instinktlərdən deyək, uzaqlaşıblar, amma əslində qoxu bilməklə insan qarşı tərəfin və yaxud da ki, söhbət partnyordan getmir, ümumiyyətlə digər insanın, amma ümumilikdə isə daha dəqiq isə partnyorunu bütün DNA-sını, bütün onun sağlamlığı və yaxud da ki, xəstəliklərlə bağlı profil çıxara bilərdi. Sadəcə olaraq həmin orqan bizdə hal-hazırda demək olar ki, fəaliyyətsizdir, işləmir. Niyə? Səbəblərini bilirik. Çünki artıq biz evlənmək üçün partnyor seçərkən qoxu ilə seçmirik digər məməlilərdən fərqli olaraq, amma onlar bildiyimiz kimi həmin o feromonların vasitəsilə cütləşməyə meyl eləyirlər. İnsanlar da əslində bu formada inkişaf ediblər, yəni bu formada davam ediblər, nəsli bu formada artıra bilərlər. Sadəcə olaraq indi bu orqan demək olar ki, sıradan çıxıb, ona Jakobson orqanı və yaxud da ki, VNO deyirlər. Bu vaxtda araşdırmalar apara bilərsiniz. Neçin sıradan çıxdı? Biz neynədik ki, o sıradan çıxdı? Və bu nə vaxt sıradan çıxdı? Axı biz doğulanda o bizdə var. Bəli. Yəni hər şey bizdə var. Sosiallaşdıqca və bəzi şeyləri ört-bas etdikcə, ört-bas etdikdə dedikdə qoxumuzu da ört-bas etdikdən sonra təbii ki, orqan öz funksionallığını, insanda zaten tək funksionallığını itirən tək orqan o deyil. Bəzən bilirik ki, bəzi orqanlar var ki, hətta əməliyyatdan onu da götürürlər. Bax, bu formada, yəni istər qısaca desək, biz öz qoxumuzu gizlətdik. Ona görə də biz indi onu duya bilmirik. Biz ətrimizi duyuruq, qoxumuzu duymuruq. Murad bəy, baxın, biz indi istifadə edirik dezodorantdan. Bəli. Ondan sonra da üstündən bir qəşəng duxulanırıq. Ürəyimiz istəyən duxunu seçirik ya.
tenimi istəyən duxunu yox. Ətri yox. Ürəyim istəyən duxu ilə tenimin istədiyi qoxunu, yəni əslində tamamilə ziddir də bunlar bir-birlərinə. Amma mən bilmirəm də, mən başa düşmürəm. Okay. Və mən bunu etməklə özümə ziyan vururam əslində. Hansı açıdan? Bioloji açıdan yoxsa psixoloji açıdan? Hər ikisindən. Düşünürəm ki, hər ikisindən. Bioloji açıdan bu biraz böyük suallar var orada. Çünki tam cavab vermək olmur. Yəni bütün ətirlər zərərlidirmi, zərərli deyilmi və yaxud ki, ətirlər tam olaraq zərərlidirmi? Bu biraz bunun üçün əlimizdə bir araşdırma olmalıdır, bir sənəd olmalıdır. Amma təbii ki, ətirlər ümumiyyətlə ya çox istifadə etdikdə və yaxud ki, məxsusi olaraq hansısa bir ingrediyentə, ətirin tərkibində olan bizim həssasiyyətimiz ola bilər, allergiya yarana bilər və s. və s. Amma ümumilikdə ətir bizim biologiyamıza, anatomiyamıza ziyandırmı, deyilmi, mən belə düşünmürəm. Psixologiyamıza isə bilirsiniz, biz əslində mən sözünüzü kəsmək istəyirəm Murad bəy. Baxın, deyirsiniz ki, mən bilmirəm ziyandır yoxsa yox. Amma biz hansısa bir orqanımızı artıq işləməsin fəaliyyətini dayandırırıqsa, yəni öz qoxumun, öz bədən tenimin qoxusunu mənim partnyorum hiss edə bilmirsə, bu ziyan deyilmi? Yəni mən o partnyorumla yolda rastlaşa bilərdim. Mən ətir vurmuşam deyirəm, mən rastlaşmıram. Partnyorumu azdırıram da orada, qoxumla azdırıram belə deyim. Axı biz günümüzdə partnyoru qoxu ilə seçmirik, bayaq dediyim kimi. Biz başqa şeylərlə onun maaşına baxırıq, onun geyiminə baxırıq, onun xarici görünüşünə baxırıq. Biz qoxu ilə partnyor seçmirik. Amma bir insan bizim partnyorumuz olduqdan sonra artıq bir müddətdən sonra təbii ki, onun qoxusu bizim üçün doğmalaşır və yəqin ki, irəlidə bu sualları verəcəksiniz və onun qoxusu bizdə müəyyən hormonların yüksəlməyinə səbəb ola bilər. Amma hal-hazırda biz qoxu ilə partnyor seçmirik. Bu yoxdur bizdə. Psixoloji olaraq demək istirdim bayaqları. Psixoloji olaraq əslində tam tərsi biz özümüzü rahatlatmağa çalışırıq. Biz özümüzü mütmain etməyə çalışırıq qoxu ilə. O halda bizim ziyanımız ola bilər ki, o qoxu ilə bağlı nəsə pis xatirəmiz var. O zaman tamam başqa effekt verə bilər. Burada Prus fenomeni bunu çox gözəl izah edir ki, qoxu duyğuları, yəni xatirələri canlandıran, duyğusal olaraq canlandıran ən güclü vasitədir. Demək, qoxu xatirələri duyğusal olaraq canlandıra bilən ən güclü vasitədir. Bu baxımdan pis qoxular bizi neqativə kökləyə bilər, amma tam tərsi yaxşı qoxular hansı gözəl xatirələrimizi canlandıra bilər. Bağça qoxusu dediniz bayaqlar. Bağça qoxusu ola bilər və yaxud da ki, mən məsəl üçün hələ də yadımdadır. İndi düzdür, məktəblərdə elə şey yoxdur, amma bizim vaxtımızda məktəblərin yerinə salyarka ilə silirlər. Mən də yadımdadır. Feraşki qoxusudur. Bəli, bəli. Yəni orada bufetdəki o yağın iyisi. Bəli, məsələn o mənə məktəbi xatırladır bir mənalı şəkildə və mən məktəbi sevirdimsə, pozitivə kökləyir. Yox, mən məktəbdən, dərslərdən qaçırdımsa, oxumağa meylli deyildimsə, təbii ki, mən neqativə kökləyəcək, sıxacaq məni. Bəli, bəli. Hətta burada vurğulamaq istəyirəm ki, idman zalının özündə bir iyi vardı, topların da bir qoxusu vardı. Bəli, bəli. Bunlar hamısı bizdə yəni bir fayl kimi, bir qovluq kimi bizim beynimizdə, bizim yaddaşımızda hamısı onların öz yeri var, hamısı açılıb və həmin qoxunu biz yenidən duyduqda o qovluq açılır və nə duymuşduqsa o dövrdə, o periodda, o situasiyada eyni duyğuları özümüzdən asılı olmadan yenidən hiss edirik. Murad, bax, mən Murad deyəcəm sizə. Buyurun. Təzə uşaq dünyaya gəlir. Hamı deyir ki, mis qoxur. Qoxusu mis olur da. O təmiz olduğu üçün mis qoxur, yoxsa? Bu, bilirsiniz bir şeydir. Birinci növbədə o uşağın valideyni üçün o mis qoxusudur. Yəni, ən çox gözəl qoxu kimi şərh edir, ən çox onu şərh edir, onun ən yaxınları. Digərləri üçün sadəcə olaraq uşaq qoxusudur. Amma onlar da nə vaxtsa... Onda sevgidən. Bəli, bəli. Onda belə çıxır ki, sevdiyin adamın qoxusu sənə. Təbii ki. Bayaq dediyim kimi, sizin partnyorunuzun tər qoxusu belə sizi xoşbəxt edə bilir. Bu əsasında qadınlara aiddir. Bəylər hər hansı bir qoxudan ehtiraslana bilərlər. Amma xanımlarda bu mövzu çox çətindir.
Uşağın qoxusu da onunla bağlıdır. Bizim üçün uşaq nə ifadə edir? Yəni bizim nəslimizdən, soyumuzdan, övladımız olmaqdan əlavə ümumən, məsəl üçün digər qonşumuzun məsəl üçün övladı bizim üçün nədir? Günahsız, problemsiz, heç kimə bir pislik dəyməyən, zərəri dəyməyən bir varlıq. Düzdürmü? Deməli ona aid olan hər şey bizə şirin gəlir, bizə əziz gəlir. Bu pişik balası ilə də bağlı belədir. Əslində duyğulara bağlayırıq onda. Əlbəttə. Məsəl üçün hər şeyin balası bizə şirin gəlir. Doğru. Hə, hər şeyin balası bizə şirin gəlir. Onun əlləri falan. Okay. Yeni doğulan hətta insan üzərindən davam edirdi, amma məsəl üçün deyirəm, bir yeni doğulan pişik balasının əlinin kiçikliyi bizə şirin gəlir. Amma normalda əli, pəncəsi o ölçüdə olan heyvanın pəncəsi o qədər də şirin gəlmir. O balaca olduğu üçün, körpə olduğu üçün bizə maraqlı gəlir. Niyə? Problemsizdir. Bir növ hələ ki hələ yəni yırtıcı deyil, ət yemir və eləcə də insan üzərində onu. Günahı yoxdur, pakdır. Bax ona görə bizə şirin gəlir, doğma gəlir və nəticədə bu gün formalaşmış bir şey deyil axı. Bu illərlə, yüz illərlə, min illərlə artıq bizdə uşaq qoxusu, bizdə artıq genimizdə. Genimizdə bizdə günahsızlığın, paklığın simvolu kimi xarakterizə olunur. Bu bir dövrlər uşağın qoxusu əgər onun tər qoxusu və süd qoxusu isə, bu gün ola bilsin ki, istifadə olunan hansısa uşaqlar üçün istifadə olunan pudralar və yaxud da ki, digər vasitələrin qoxusu artıq bizim üçün o paklığın qoxusu sayıla bilər. Doğru. Orada da mən sizinlə razıyam. Əslində bu çox belə böyük bir mövzudur. Çünki yəni bəli, bayağı bir böyük mövzudur. Bəli. Mən ora keçmək istəmirəm. Mən bilmək istəyirəm ki, qoxu bədənindir, yoxsa ruhun? Ruh haqqında biz heç nə bilmirik. Ona görə də mənim fikrimcə qoxu bədənindir. Qoxu bədəni. Hə, ruh haqqında ən çox biləcəyi adam belə sual verəndə o suala cavab verib ki, mən sizin bildiyiniz qədər bilirəm. Ona görə də məncə bədən qoxusudur. Nəticədə çox üzr istəyirəm. Nəticədə qoxunu formalaşdıran bioloji proseslərdir, hormonlardır, tərimizdir və s. və ilaxır. Yəni bu da bir şey. Ancaq o qədərdir. Buna biraz mistika qatmaq istəsək, təbii ki, başqa yerlərə gedə bilərik. Qoxu təməlində bəli elədir. Amma yaratdığı təəssürat təbii ki, artıq ruhsal bir şey çevrilə bilər. Necə ki, yağışın özü bir təbii prosesdir, amma bəzən biz yağışda romantik ola bilirik, duyğusal ola bilirik, bəzən ağlaya bilirik, düzdürmü? Mən razıyam. Amma nəticədə baxmayaraq ki, təbii prosesdir, amma ruhsal olaraq bəli bizə. Razıyam. Çox dəyərli izləyicilərimiz, mən sizə çox təşəkkür edirəm izlədiyiniz üçün, kommentlər bildirdiyiniz üçün, kanalımıza abunə olduğunuz üçün. Amma biz aylıq statistikalara baxırıq. Aylıq statistikalarla heç də bizim rəqəmlərimiz düzgün gəlmir. Baxırıq ki, izləyici sayı, izləmələrimiz real daha çoxdur, amma izləyici sayında isə rəqəmlərimiz artmır. Rəqəmlərimizin artması isə birbaşa bizim gələn qonaqlarımıza, əməkdaşlarımızın çalışmasına, bizim özümüzün fəaliyyətimizin davam etməsinə təsir göstərəcək. Bu sizin üçün çox sadəcə bir düymə basması ola bilər, amma bizim üçün isə böyük bir əhəmiyyət kəsb edir. Hər birinizdən çox xahiş edirəm. Bizə dəstək olmaq üçün mütləq şəkildə kanalımıza abunə olun. Kommentlərinizi həmişəki kimi əsirgəməyin və bu yolda bizi tək qoymayın. Təşəkkür edirəm sizə. Mən bu yaxınlarda yağış dediz bir şeyin fərqinə varmışam. Biz görürük həmişə yağış yağır. Gördüyümüz yağış yağır, bəli. Amma heç bir yağan yağış bundan qabaqki yağışa bənzəmir. Onun damcıları ya hər dəfə ya balaca olur, ya yağma tezliyi başqa olur, ya çıxartdığı səs başqa olur, ya damcılar arasındakı məsafələr fərqli olur. Eynən insan qoxusu kimi. Bəli. Bilmək istəyirəm ki, bir insanın qoxusu bir insanın qoxusuna tam olaraq bənzəyə bilər, yoxsa absurddur? Bu haqda birsiz nə isə danışmaq üçün, iddialı danışmaq üçün əlimdə
Mən sizdən sizin fikrinizi soruşuram. Hə, yəni yox. Hə, yəni texniki olaraq cavab verə bilməyəcəm, amma mən fikrimcə eyni ola bilməz. Yəni tam eyni ola bilməz. Çünki insan identikdir, identik yaradılıb. Yəni hər kəs fərddir və onun bütün göstəriciləri, bütün parametrləri nə qədər bənzərsə də əslində çox identikdir. Yəni çox fərdi bir şeydir, spesifik bir şeydir. Ona görə mənim şəxsən fikrimi bilmək istəyirsə, yəni mən belə düşünürəm ki, açığı bu sualı haqqında heç düşünməmişəm. İndi siz dediniz, indi cavab yəni belə gəldi, yəni spontan deyək. Mənim fikrimcə bəli, insanın qoxusu da özü kimi individualdır. Bəli. Mən çox maraqlıdır ki, bir insan necə qoxusu ola bilər? Bizim qoxumuzu bax yenə deyirəm, mən məsələyə texniki tərəfdən yanaşıram. Bəzən onu formalaşdıran ünsürlər var. Onun qidalanması, onun xəstəliyi, onun sağlamlığı, onun həyat tərzi. Onda demək istəyirsiniz ki, xəstəliyi qoxu ilə hiss etmək olur? Bəli. Əslində olur. Çox sadə, yəni birisi həqiqətlər gözümüzün qabağındadır, bizim gözümüzə yanır. Bəli. Çox üzr istəyirəm. Stomatoloji problemi olan insanın nəfəsindən təbii ki, onu hiss edəcəksiniz. Qoxu artıq mesajı göndərir, proses gedir. Mədəsində problem olan insanı hiss edəcəksiniz. Təbii ki, bu tam anlamı ilə bunu bilmirəm, anlamaq olarmı, olmazmı? Düşünürəm ki, olar. Amma bunun üçün zaman lazımdır, təcrübə lazımdır, burnu buna alışdırmaq lazımdır, amma kimə lazımdır da bu? Hə, amma mümkündür. Qoxumuz bizim haqqımızda hər şey deyir. Hər şey deyir. Həyəcanın tər qoxusu başqadır, ehtirasın tər qoxusu başqadır. İdman zalından gələn tər qoxusu başqadır, qorxunun başqadır. Yəni təbii ki, tərin qoxusunu formalaşdıran müəyyən bir proseslər tər ifraz olduqdan sonra baş verir bu qoxunun yaranması, amma daxildən gəldiyi üçün tər hormonlar ona təsir edir bir mənalı şəkildə. Çox sadə formada bunu müşahidə edə bilərsiniz. Yəni idman zalından gələn qoxu başqadır, insan qoxusu, amma ehtiraslanan zaman gələn başqadır və ehtiraslanan zaman gələn tər qoxusu bizə o qədər də itici gəlmir. Doğru. Şirin gəlir. Bəli. Biz belə qoxular əks cinsdən danışdıq. Onda deyim ki, biz əks cinsi özümüzə bağlamaq istəyiriksə, nəsə xüsusi bir qoxulardan istifadə etməliyik, edilir. Ya bu proses necə baş verir? Yəni qoxu ilə onu bir tilsimliyim, özümə bağlayım. Belə bir şey varmı yoxsa yoxdur? Necəyiksə ona uyğun ətir seçmirik. Necə olmaq istəyiriksə ona uyğun ətir seçirik. Yəni biz özümüz haqqında mesaj verməyə çalışmırıq ətirlə. Biz vermək istədiyimiz mesaja uyğun ətir seçirik. Peki fikirlərim qarışıq ola bilər, amma məncə çox aydındır. Yəni biz nə mesaj vermək istəyirik? Özümüzü, yəni səmimi deyilik, olmaq istədiyimiz kimi göstərir. Adətən belə olur. Adətən belə olur. Təbii ki, insanlar ola bilər deyər ki, yox mən var, görmüşəm, mən heç kim maraqlı deyil, heç kim fikir maraqlı deyil. Özüm xoşbəxt olum. Bu da normaldır, amma axı bizim geyimimiz də ona uyğundur. Biz axı istidən və soyuqdan qorunmaq üçün geyinmirik. Biz mesaj ötürməyə çalışırıq. Biz saçımızla, biz makiyajımızla, biz istifadə etdiyimiz aksesuarlarla biz mesaj ötürməyə çalışırıq. Ətir də belədir. Yaxşıdır, pisdir, bu artıq insanların özünə qalıb. Qaldı ki, əks cinsi cəlb etmək, bu o qədər dərin bir məsələdir ki, sizin düşünürsünüzsə ki, bu qoxu ilə kimisə cəlb edəcəksiniz, amma tam tərsi işləyə bilər. Tam tərsi ola bilər. Məsələn, mən sizə bir nümunə deyim, siz tam olaraq nə demək istədiyimi, yəni tam olaraq anlayacaqsınız. Mən hər dəfə deyirəm, baxın, ən çox istifadə etdiyim nümunə budur. Xanımlar aftershave qoxusunu çox sevirlər. Yəni təraşdan sonra istifadə edilən qoxunu çox bəyənirlər. Ümumiyyətlə bayaq da dedim, qadınlara, bütün qadınlara ümumi mənada onlara cəlb edən qoxu, kişi qoxusu demək olar ki, yoxdur. Bu qadınlarda bu proses çox çətindir. Konkret araşdırmalar falanları göstərir ki, bu qadınlarla bağlı bu çox çətindir. Məsəl üçün Azərbaycandan götürürük. 3 milyon Azərbaycanda qadın varsa, yox, 5 milyondan çox olar. Bizdə daha çoxdur. Hə, artıq da. Məsəl üçün deyirəm, yəni qoxu biləcək və qoxuya reaksiya verəcək bir yaşda deyək qadınlar 3 milyondursa,
3 milyon fərqli qoxu istifadə etməli ola bilərsiniz. Çünki çox seçicidirlər və hər birinin özünün yanaşması var. Yenə deyirəm, bu kişilərdə başqa cür ola bilər. Məsələn, hansısa bir yeməyin dadlı və bir yeməyin və yaxud da ki, desertin qoxusu yerdə məsəl üçün 3 milyon kişinin 1 milyon yarımını cəlb eləyə bilər. Ümumiləşdirmək olar, amma qadınlarda bu proses belə baş vermir. Qayıdıram bayaq demək istədiyimə. Amma ümumən xanımlar üçün əsasən də bizim yəni bu dövrün belə deyək də xanımlar üçün, bizim yaşda olan xanımlar üçün aftershave, yəni təraşdan sonra istifadə edilən losyonların, adikolonların qoxusu kişiliyin simvoludur, kişi qoxusudur. Niyə? Atasından elə görüb, babasından elə görüb ki, o dövrdə bütün kişilər təraş olunurdu, indi hər kəs onda əslində marketinqdir bu ya. Amma yox, indi məsələ nədir? Problem nədəndir? Bir çox qadınlar üçün bu qoxu kişiliyi təmsil edir. Çünki o dövrün kişiləri hamısı təraş olunurdu, zavodlarda, müəssisələrdə tələb bu idi, bir dress kod var idi, hər kəsin üzü təmiz olmalı idi. Yəni üzü tüklü olmaq bəyənilmirdi. Və o bir qadın üçün bir qız uşağı evdə böyüyürdü və baxırdı ki, evin kişisi, rəisi budur. O dövrdə belə idi. Rəisi atamdır və atamdan bu qoxu gəlir. Bunu şuurlu şəkildə yaddaşına yazmırdı təbii ki. Oturuşdu, həmin o qovluq açıldı onun beyninə, düzdürmü? Demək, kişilər buradan belə nəticə çıxara bilər ki, tələsmirik, aftershave qoxusu istifadə etsəm, adikolon, shipper qoxulardan istifadə etsəm, mən bir xanımı cəlb eləyə bilərəm. Hə, amma atası kimi. Partnyoru kimi yox. Bəli. Görürsən, yəni çox spesifik bir məsələdir. Bura qədər, siz də deyirsiniz, marketinq olur, hə, bura qədər əladır. Mən bu qoxunu istehsal edeyim, bütün qadınlar bəyənəcək. Hə. Amma necə? Partnyor kimi görməyəcək. Mümkün deyil. Çox çətindir. Yəni belə deyək, qoxu ilə başlamışdınsa bu işə 0-1 yerdə başladın. Bunu qoyduq kənara. İndi keçək başqa şeylərə. Yəni başqa şeylərlə necə cəlb edə bilərsən bu xanıma? Bu belə işdir. Dediyim kimi sizin düşünürsünüzsə ki, bu ətirlə və yaxud da ki, bu əks tərəfdən olsun, qadınlar bu ətirlə hansısa məsəl üçün ətirlərin adını çəkə bilərik. Əlbəttə. Məsəl üçün dünyanın ən kult ətirlərindən biri tutaq ki, Chanel Mademoiselle-dir və yaxud da ki, Chanel Chance-dır. Bir xanım oxuya bilər ki, bu ətir cəlbedici ətirdir, bəylər bəyənir. Okay? Və bunu ətirdən istifadə etməklə əvvəla niyə bu niyə hədəf olmalıdır? Bu ayrı mövzuda, amma məsəl üçün də düşünür ki, bundan cəlb edə biləcək. Yenə həmin proses baş verəcək. Mənim üçün Chanel Chance mənim bibimin ətiridir. Yəni baxır kim istifadə edir də. Bilirsiniz nə demək istəyirəm? Yəni bu hamıya eyni gücdə, eyni frekansda, diapazonda mı deyim, nədəsədir, müstəvidə mi deyim, təsir eləyə bilməyəcəksiniz. Bu mümkün deyil. Aydındır. Onda mən bir dənə maraqlıdır, baxın Murad. Mən bir dənə maraqlıdır Murad. Mən də rəfiqəmdə eyni ətri alırıq. Deyim ki, Chanel Chance məndə də var, onda da var. Deyir ki, mən vururam, məndən belə iyi gəlmir, səndən yaxşı gəldi. İndi həqiqətən, misal üçün də, məndə mi yaxşıdır, onda pisdir, yoxsa o özündəkini görmür. Hər qoxu, hər bədəndə eyni deyil. Nisbətən bəli. Bədənin qoxusu ətirin kimyasını tamamilə dəyişə bilməz, bu mümkün deyil. Bu yaxınlarda bunu tələbəm sual verdi, parfümeriya dərsi, yəni belə nəzəriyyəni keçirik olan. Dedi ki, belə bir anlayış var, belə bir qavram var. Hər ətir, bir ətir hər dəridə fərqli olur. Dedim, o zaman niyə parfümerlərə ödəniş ödəyirlər? Niyə bu qədər əziyyət çəkirlər? Bir dənə ətir icad olunsun. Molekulyar tərkibdə molekulyar dedikləri ətirlər var. Hansı ki, onlar adlarını çəkib etmək istəmirəm, yormaq istəmirəm. Amma bəzi ətirlər var ki, onlar molekulyar ətirlər adlanır. Bir ətir istehsal olunar. Bütün ətir istifadəçiləri onu istifadə edir və hər kəsdən fərqli qoxu gələr. Nə qədər məntiqsiz bir şeydir. Amma müəyyən mənada təbii ki, bayaq dediyim kimi bizim axı özümüzün, dərimizin qoxumuz var. Ümumi olaraq bir regionda, bir bölgədə yaşayan insanların bədəninin qoxusu, əgər onlarda spesifik hansısa bir səhhəti ilə bağlı vacib deyil ki, problem olsun. Ola bilər ki, tam tərsi, daha üstün bir sağlamlıq mövzusunda, daha bir hansı mövzuda daha göstəriciləri daha yüksəkdir.
hormonlarla bağlı ola bilər, nə ilə bağlı ola bilər. Bu şeylər olmadığı müddətcə bir regionda yaşayan, məsəl üçün, ekosistemi eyni olan adamların dərisindən gələn qoxu da eynidir. Məsəl üçün, sizin rəfiqəniz Hindistanlı, İsrailli və yaxud da ki, Yaponiyalı olsa və desə ki, məndə başqa cür qoxu gəlir, səndə bu ətirdən başqa qoxu gəlir, o hardasa haqq qazandırmaq olar. Yəni nisbətən dəyişə bilər. Çünki Qitələrin təbii ki, yaponlar ən qoxusuz insanlardır. İsraillilərin dərisindən, qidalarına görə tamam fərqli qoxu gəlir. Hindistanlıların, Pakistanlıların tamam fərqli qoxu gəlir. Hətta Azərbaycanda şimal zonasındakı insanların dərisindən nisbətən fərqli və s. və l-axır. Bu formada təsir edə bilər, az təsir edə bilər. Çox güman ki, xanımda adaptasiya baş verir. O qoxunu beyin özününkiləşdirir, o ətri özününkiləşdirir, onu qəbul edir, həzm edir, özündə hiss etmir. Necə ki, biz öz dərimizin qoxusunu hiss eləmirik. Yəni, burnumuzu dərimizə yaxınlaşdırmasaq hiss etməyəcəyik. doğru. Bəlkə yaxınlaşdırdıqda da hiss etmirik. Amma o qoxu oradadır. Var. Bu bütün mövzularla bağlıdır. İstər olduğumuz otaqda, istər hər hansı bir kofe shopda daxil olan kimi kofenin qoxusu gəlir. Bir müddətdən sonra qoxu yoxdur orada. Evdə anamız yağ soğan qovurur. Giririk, qoxu gəlir. İştahımız açılır. Bir müddətdən sonra adaptasiya baş verir. Və biz o qoxunu hiss eləmirik. Çox güman ki, rəfiqənizdə də o proses baş verir. Özündə hiss etmir. Özündə hiss etmir, sizdə duyduqda hiss edir. Yaxşı, suala konkret olaraq cavab versək, dəyişə bilərmi dərimiz? Çox az miqdarda, çox cüzi miqdarda dəyişə bilər. Dəyişə bilsəydi, hər dəri ətri dəyişə bilsəydi, bizə ehtiyac olmayacaqdı. Bir ətirlə bütün dünyanı qane etmək olardı. Murad, mən eşitmişəm ki, qadın kişini seçir, kişi qadını seçmir. Bəli. İlk öncə qadın kişini görəndə, əgər ona qarşı bir istəyi varsa, onun özündən asılı olmadan onun qoltuq altlarından hətta xüsusi tərifraz olur. Bu bəyin tər anlama, bədən dilindən də, yəni burada heç bir sözdən, heç bir işarədən söhbət gedə bilmir və bəy orada artıq anlayır ki, mənim bu qadından xoşum gəlir və orada təbii ki, bir istək, digər məsələlərdə başlayır. Bu proses necə baş verir? Ümumiyyətlə, kişilər xanımlara baxarkən bəzən olur, insan öz ailəsi ilə də bu mövzuları müzakirə edir. Bəzən olur ki, bəylər günümüzün gözəllik standartlarına qətiyyən uymayan bir xanıma dəlicəsinə aşiq olurlar. Bu, yəni, baş verir. Mən aşiq olmaqdan, sevməkdən deyirəm. Mən onunla yatağa girməyi demirəm. Yəni, mən bu qadını gördüm, bununla yatağa girərdim, onu biraz da jargon sözlərdən istifadə edərək deyirlər, daha biədəb, etik olmayan formada. Mən onları demirəm. Amma kişi qadını görəndə onun kodlarında var o. Bu mənə uşaq doğa bilər. Çünki bunun qayəsi budur. Bütün canlıların qayəsi öz nəslini artırmaqdır, öz soyunu artırmaqdır. Ona görə, bir dəfə bunun haqqında da yazmışdım Facebookda, ona görə baba nəvəsini daha çox sevir. Soyumu, toxumumu bir nəsildə qabağa atdım. Övlad zaten var idi, böyütdüm, başa çatdırdım. İndi nəvə davam edir bu soyu, bu toxumu. Yəni, insanın qayəsi, gətirəcəm mövzunu çox maraqlı bir yerə, insanın qayəsi zaten nəsil artırmaqdır. Bunun üzərində yaradılmışıq, bu əmr edilib bizə. Və kişi, bəzən qadınlar bəzənirlər, bəzən estetik əməliyyatlar falanlar, bu haqda danışanda, irad bildirəndə qadınlar buna qarşı çıxırlar, bunu anlamamağa çalışırlar, bəlkə də anlayırlar şuuraltı olaraq. Amma dediyim kimi, günün təbliğ olunan gözəllik standartları kişilərdə anlıq həzz üçün istifadə istifadə üçün vasitə kimi görürlər. Amma kişi evlənəcəyi qadını tamam başqa formada, yenə də şuuraltı baş verir. Çanağın böyük olmağı, sinənin daha böyük olmağı və s. və l-axır. Və bunun fövqündə bir mənalı şəkildə qoxu rol oynayır. Əgər onun təbii qoxusunu hiss edə bilsə, qadın bunu necəsə cover etməyibsə, ört-bas etməyibsə, təsir edə bilər. Bayaq dedik biz, vena orqanı var idi bizdə, indi işləmir və s. və l-axır. Amma bu tam da məhv olmuş bir şeydir. Bu kodlar qalıb axı, bu yaddaşda qalıb. İstənilən halda qadının qoxusu kişini cəlb edir. O kişiyə mesaj ötürür. Hətta bununla bağlı bir
təcrübəm olmuşdu. Bir görücü vasitəsilə bir qohumum tanış olurdular və o xanım qohumum idi. Mənə sual verdi ki, mən necə biləcəm ki, bu adam mənim axtardığım adamdır. Bilmirəm, biləcəksən. Bir enerji alacaqsan. Amma o enerjinin nə olduğunu bilirik də. Biz enerji deyirik, amma təbii ki, orada bayaq dediyimiz kimi proseslər baş verir. Adını enerji deyirik. Bəylə bağlı hər şey qaydasında işi, gücü, həqiqətən əxlaqlı, ədəbli, ərkanlı bir oğlandır. Eləcə də qızın özü. Amma tanış oldular. İkisi də eyni cavab verdi ki, nəsə o deyil. Həmin nəsə o deyil. O deməkdir ki, mən belə düşünürəm. Həm də səbəblərdən biridir ki, onlar öz qoxuları vasitəsilə bir-birinə mesaj ötürə bilmədilər. Və yaxud da ki, orada bu proses baş verir ki, bunda bu genetik xəstəlik var, səndə də bu var, siz birləşə bilməzsiniz, sizdə uğursuz alınacaq. Yəni dediyim kimi bu bütün məməlilərdə demək olar ki, bu cür baş verir. İnsanlarda da əslində bu cür baş verir. Kişiləri cəlb edən qoxular, yəni qadın hansı qoxu ilə məsəl üçün baxın belə bir şey demsə, kifayət qədər ətir tanıyıram, çox ətir tanıyıram. Ümumiyyətlə çox ətir tanıyan insanlar da çoxdur da belə deyək. Oturuşmuş, olğun bir kişi ilə söhbət etsəz, qətiyyən onu şirin, intensiv ətir cəlb edə bilməz. Hansı müstəvidə cəlb edə bilməz? Bayaq dediyim kimi, o qadına qadınım kimi baxa bilmir. Bu ondan asılı deyil. Çünki qadın ötürdüyü mesaj bugün, bu gecə, burada, bitdi. Amma natural olan qoxular, təbii olan qoxular, məsələn, metalik qoxu. Baxın, qadınlar qətiyyən metalik qoxulardan istifadə etmirlər. Amma metalik qoxu kişini ən çox cəlb edən qoxudur. Mən statistikadan danışmıram, mən günümüzdə baş verənlərdən danışmıram. Mən natural nədir, təbii nədir ondan danışıram. Yəni olmalı olan nədir ondan danışıram. Təbii ki, bu bəlkə də bu podkastın altına şərhlər yaza bilər ki, Ayşə qardaş, sən nə danışırsan? Mən intensiv ətirdən dəli oluram falan. Bəli, dəli olursan. Amma sənin şuur altında səni cəlb edən, nəsil artırmaq üçün sevəcəyin, sahiblənəcəyin, qoruyacağın qadın haqqında mesajı səndə məsəl üçün ən çox mesajı ötürə bilərsən metalik qoxular. Niyə? Çünki metalik qoxu bərabərdir vajina qoxusu. Yəni qan qoxusu. Deməli, kişini birinci növbədə ən çox cəlb edən qoxu qadının öz təbii qoxusudur. Hə, təbii ki, qurmə qoxular kişiləri cəlb eləyir. Dediyim kimi, müəyyən proseslərə səbəb ola bilir. Niyə? Çünki insan nəsil artırmazdan öncə nə etməlidir? Qarnını doyurmalıdır. Qarnın doydu. Birinci həyatda, özün həyatda qaldın, sonra nəsil artırdın. Bu hormonları yüksəldir, əhvalını yüksəldir və s. və axır. Amma qadının öz qoxusu təbii ki. Amma bilirsiniz necə? Belə bir mövzudur ki, yəni axı müəyyən bir etiketlər var, cəmiyyətdə qəbul olunmuş bir qaydalar var. Heç kim istəmir ondan tər qoxusu gəlsin. Heç bu təbliğ də etmirəm burada. Aydın məsələdir. Biz ondan danışmırıq. Amma dediyim kimi olan nədir? Yəni həqiqət nədir? Biz ondan danışırıq. Zaten bu günlərin biz deyirik ki, Murad, mənim duam qəbul olunmur. Biz başlayırıq dalaşmağa. Niyə duam qəbul olmadığını axtarmırıq? Duam qəbul olmadığını axtarırıq. Əslində biz bilmədən bir çox tərəfdən bağlıyıq. Yaradanı hiss etməkdə, duanı düzgün algılayıb, düzgün ötürməkdə. Ondan sonra duanı istəyəcəyin yerdə. Yəni əslində sənin beynin sənin duanın qarşısını alır, amma yaradan sənə hər şey verir. Sadəcə sən o yola gedib çıxa bilmirsən və sənin o yerə gedib çıxmamağında sən günahkar deyilsən. Sistemdir burada. Burada sistemin böyük bir rolu var. Çünki sən belə görmüsən, belədir, belə də gedir. Sən axına qarşı dayanmaq olarmı? Yox. Olmaz. Çətindir yəni uzun müddət dayanırsan. Mən bir müəllimim var, Zahid, mən çox sevirəm onun sözünü. Biz gedən qatara yolda minmişik. Bəli. Bilirsiniz, bax sistem deyirsiniz. Bax dua ilə bağlı sistemin bizə öyrətdikləri elə dua ilə bağlı olan fikirlərimizə çox böyük mənada təsir edir. Qəbul olmayan dua yoxdur. Yoxdur. Yəni duanı qəbul edən mərci, yəni yer özüdür ki, etdiyiniz duaların ya özünü verirəm, ya daha xeyirlisini verirəm, ya da ki, hansısa bir bəladan dəf edirəm.
digər tərəfdən deyir ki, sizin xeyri bildiyinizdə şər, şər bildiyinizdə xeyir var, siz bilmirsiniz, mən bilirəm. Düzdürmü? Yəni duanın özü haqqında da sistem bizə başqa şeylər dayadıb. Amma təbii ki, hansısa bir addım atarkən hansısa bir duanın özü də bir aktdır, bir ibadət formasıdır. Bəli. Birinci növbədə inanmaq lazımdır axı. O çox məşhur şey var, yəni hekayə var, yağış duası ilə bağlı. Yəni heç kim çətirlə getmir yağış duası etməyə gedəndə. Doğru. Bax sizin o dediyiniz sözünüzə qüvvət verirəm ki, beynimiz bu formada qarşılır. Özümüz inanmırıq. Bütün məsələlər bizdədir zaten. Bəli. Biz özümüzü çözsək, Bəli. cəmiyyəti çözmüş Bəli. oluruq. Biz dinə yönəldik. Bax, mənə çox maraqlıdır. İndi çıxıbdı bu polo ağacının qoxusu, çıxıbdı nə deyirlər ona? Buxurlar. Bəli. Biz Allaha duanı, ibadəti qoxu ilə edirik. Niyə? Nədir qoxunun sirri? Məsələn bizim evlərimizdə deyirlər ki, gəl üzərlik yandıraq. Üzərliyin qoxusunu iynə. İynə Bəli. üzərliyin qoxusunu. Yəni üzərliyi misal üçün evin 4/2-cinə tök. Deyəcəklər hardan bilim alam edir. Onları evdə indi duz edirlər məsələn. Burada əsas məsələ prosedurda deyil, əsas qoxudadır. Qoxunu çıxartmaq istəyirlər, yandıraq, qoxusu çıxsın. Bəli. Hopdur. Yaxşı iynə. Yəni məsələ nədir burada? İnsanların yaradan haqqında informasiyası daha az olan vaxtda etdikləri bir şeylər də bu qoxu ilə. Yəni zaten parfüm sözü dumanla yüksələn deməkdir. Yəni tanrılara mesaj ötürmək idi məqsəd. Amma səmavi dinlərdə bu yoxdur. Qoxu ilə mesaj ötürmək, qoxu ilə yaradana dua etmək, bu rituallar səmavi dinlərdə yoxdur. Bu ilk dövrlərin insanların tanrı haqqında, yaradan haqqında məlumatsız olduğu dövrdür. Onlar düşünürlər ki, qoxu ilə mesaj ötürürlər. Bu gün deyirlər axı. Bu gün elədikləri nədir? Təbii ki, bu gün çox şeylər olur, amma bu doğrudurmu, yanlışdırmı? Mən yenə deyirəm, mən həqiqət nədir onu deyirəm. Təbii ki, bizim elədiyimiz şeylər var, amma bunun izahı varmı, əsası varmı? Söhbət ondan gedir. Bu gün üzərlik yandırmaq sizi rahatlada bilər. Amma əmin olun ki, sizi heç bir bəladan, təhlükədən qorumayacaq qoxu. Dua daha effektivdir. Daha effektivdir. Amma dini ətirlər və yaxud da ki, dini qoxular deyilən bir şey var. Mən bunu gəlin açaq bu mövzunu burada. Çünki çox həssas bir mövzudur və hər zaman ehtiyat etmişəm bu mövzunu açmaqda. Məsəl üçün Məhəmməd peyğəmbərin müşk qoxusunu sevdiyini iddia edirlər. Tamam, sevir. Qızılgül qoxusunu, müşk qoxusunu, tamam. Amma müşk qoxusunun heç bir Rabbani izahı yoxdur. Yəni müşklə siz heç nə edə bilməyəcəksiniz. Sadəcə olaraq o adam sevib, yəni hər şeylə yaxşısını sevib. Qızılgül də bu gün parfümeriyanın Queen sayılır parfümeriyada. Amma buna da bir Rabbani anlam yükləmək lazım deyil. Niyə? Həssas dediyim yer buradan başlayır. Çünki zaman keçir, Avropada fahişələr müşk qoxusundan istifadə edirlər. O peşənin sahibi olduğunu göstərmələri üçün uzaqdan müşk qoxusu bilirsiniz ki, əslində animalistik bir qoxudur. Bizim xatirimizdə müşk qoxusu əla, əntiqə bir qoxu kimi qalır, amma müşk qoxusu elə tər qoxusuna nisbətən yaxın qoxudur, bəli. Natural forması ümumiyyətlə itici bir qoxudur. Bunu yansıtmaq dinlə və yaxud da ki, tamam sən Məhəmmədə bənzəmək üçün, peyğəmbərə bənzəmək üçün onun sevdiyini sevə bilərsən, istifadə edə bilərsən, amma buna səmavi anlam yükləmə. Çünki bir müddətdən sonra bunu fahişələr istifadə etmişdir. Yəni kobudca desə burada altın vurarsan. Baxın beləsinə, yəni ehtiyac yoxdur qoxulara bir anlam yükləməyə. Məsəl üçün biz bir dəfə bir araşdırmada ilə kanalların birində bu haqda araşdırma olmuşdu. Tövratda qoxularla bağlı qadağan olunan qoxular və mən orada demişdim ki, qadağan olunan və buna görə o qoxuyan səbəbsə Tövratda Çıxış surəsində idi. Yəni bu qoxunu hazırlayanı öldürün deyə keçir. Amma o qoxuya belə bir səmavi anlam yüklənmirdi. O qoxunun məqsədi var idi, missiyası var idi. Sadəcə olaraq dinlərin təbliğ etdiyi sizdən yaxşı qoxu gəlsin, təmiz olun, pak olun. Baxın, paradoksa gətirəcəm də. Təmiz olun, xoş qoxu gəlsin sizdən. Hətta məsəl üçün
soğan və ya da ki, sarımsaq yeyərək məscidə getmək düzgün sayılmır. Məsələn, mən etmişdir Məhəmməd peyğəmbər insanları bundan. Niyə? Çünki narahat edirsən. Burada məqsəd o deyildi ki, soğanın qoxusu şeytani bir şeydir. Yox. Narahat edirsən. Zaten dinin təməlində o adamın, yəni təbliğatın təməli nə idi? Narahat etməyəcəksən. Düzdürmü? Amma baxın, pis qoxulardan mən edir, yaxşı qoxular təbliğ edirdi. Amma siz Kəbəni ziyarət edərkən tamamilə qoxusuz olmalısınız. Hətta qoxusuz sabundan istifadə etməlisiniz. Əgər qoxu Rabbani, səmavi bir şeydirsə, niyə Kəbə evinə qoxusuz girirsiniz? Cəlb etmək üçün. İndi səbəbləri çox ola bilər. Amma demək ki, tamam deyilər ki, ən yaxşı, ən bahalı ətrinizi vurun, gəlin. Yox. Qoxudan arının, qoxusuz sabunlardan istifadə edin. Yuyunun, bədəninizə artıq qoxu olmasın. Olduğunuz kimi gəlin, bəlkə də, bilmirəm, dinşünaslar daha yaxşı bilər buna. Yəni, niyə Kəbəyə gedərkən müşk qoxusu vurun, gəlin deyilmir? Ax, bunu Məhəmməd peyğəmbər sevirdi, qızılgül qoxusunu sevirdi. Təyinatı başqadır. Təyinatı başqa idi, başqa yerdə idi. Mesaj ötürmək üçün deyildi. Bəli, yenə bir müəllimdən stat gətirdim. Zahid müəllim deyirdi ki, tarixi kim yazıb? Marağı olan yazıb da. Bəli. Marağı olan yazıbsa, deməli bir çıxarı var da. Ona görə hər tarix yazana da buradan belə başa düşüb ki, tanımaq olmaz. Əslində biz paklığa gəldik. Bəli. Vaxtımız da bilinməz qalıb. Mən çox narahat eləyir. Biz giririk vanna otağına. Deməli, kafeli yumaq üçün ayrıca vasitə, xüsusi bir qoxusu var. Qoxunu istifadə maskalardan istifadə etməlisən. Paltarları yumaq üçün bir vasitədir. İndi burada marketinq falan bu şeylərini demirəm, amma bu qoxular, bu onun üzərindən hələ yumşaltmaq üçün başqa bir vasitədir. Yenə də orada bir qoxudur. Mən ümumiyyətlə qoxusuz sabun hələ ki görməmişəm. Bəlkə mən yanlış yerə baxıram. İndi o da ola bilər. Qoxulu sabunlar, bunlar hamısı kimyəvidir. Şampunlar, bədən gelləri, hamısında bir qoxu var. Biz bütün günü təbii olmayan qoxularla öz beynimizi məşğul edirik. Bəli. Əsasən, əksər vaxtlarda indi vurduğumuz ətirlər də nə dərəcədə hələ onda araşdırmasına getməsək, hələ bir dezodorantımız ayrı qoxur, duxumuz ayrı qoxur. Nəysə, hər şeydə də bir qoxu axtarırıq. Bu insanın beyninin quruluşunu, naturanı pozur. Mütləq ki pozur. Və burada ximikat mən tam tərsi deyərdim. Əksinə o bizim beynimizi aldatmaq üçün olan vasitələrdir. Onda pozmur, aldadır. Aldadır. Yatışdırır. Yox, imitasiya edir, aldadır. Məsələn, qab yuyan vasitələrin əsasən biz limonlu olanını alırıq. Çünki limon bizim yaddaşımızda, limonun yağı təmizlik qoxusudur. Bu birinci. Və yaxud da ki, paltar yumaq üçün olan vasitələrdə qalksolit deyilən maddə istifadə olunur. Bu, təmizliyin şaxtalı havada yuyulub asılmış bəyazların qoxusudur. Belə düşünün. Sintetik bir qoxudur. Biz daha çox onu alırıq. Niyə? Çünki o bizə aldadır ki, paltar təmizdir. Paltar təmizdir. Və bu belə marketinq hilələrdir onda. Təbii ki. Təbii. Hə, təbii ki. Yaxşı, bəs bunun ziyanı var axı bizə. Mən bədənimə onun heç bir ziyanı yoxdur. Yox, kimyəvi məhlulsa təbii ki ziyanı var. Kimyəvi məhsuldursa təbii ki ziyanı var. Buna nəzarət edən qurumlar var, buna nəzarət edən beynəlxalq və yaxud da ki yerli təşkilatlar var, aydın məsələdir. Amma hər şeyin aşırısı bir yerdə. Biz bundan arına bilmirik də. Yəni siz tutaq ki diksiyarlı sabunla, ağacı qatıranı, qoxusu gələn sabunla, köhnə sabunlarla paltarınızı bugün yusaz, siz o xoşbəxt olmayacaqsınız axı. Və yaxud da ki qablarınızı mətbəxdə limon qoxusu olmayan bir yuyucu vasitə ilə yusaz, arxayın olmayacaqsınız. Təmizləndi yoxsa təmizləmir. Yağ getmir, qalıb orada. Qalsın da. Məsələ budur. Yəni
Siz onları aradan qaldıra bilərsiniz. Çox sadə yollar var. Sadə, yəni hər şeyin həlli var. Kimyəvi olmayan vasitələrlə, yəni istifadə edə bilərsiniz. Tamam. Amma o məmnuniyyəti yaşamayacaqsınız. Hətta təbii ətirlərdən belə bəzən deyirlər ki, təbii ətir, təbii ətir. Mən qarşıma çıxır ya TikTokda ya Instagramda kimsə ətir satır, deyir bizdəkilər sintetik deyil, naturaldır. Mümkün deyil. Mümkün deyil. Natural ətirlər. Var ümumiyyətlə natural ətir. Var, bu natural ətir istehsal Natural ətir yağdır yoxsa? Hə, nələrinsə yağlarından, amma həyatda olan natural maddələrin özü kimyəvi birləşmə deyilmi? Və hətta bəzi təbii maddələr var ki, parfümeriyada istifadə edilən, tutaq ki, berqamotun yağı. Siz onu tam anlamı ilə istifadə edə bilməzsiniz. O mütləq orada parçalanmalıdır, kanserogen maddələr oradan çıxmalıdır. Hər şey belədir. Sadəcə olaraq təbii olanlar bayaq dediyimizə qayıdıraq. Təbii olanlar sizin ekosistemə aiddir. Sizin bədəniniz 100 illərdir, 1000 illərdir deyək ki, 7 nəsil, 5 nəsil. Siz buna alışmısınız. Sizə bu xoşdur. Necə ki, mən bunu da qeyd etmişdim. Yaşıl çaydan həzz ala bilməzsiniz. Aldatmayın heç kimi. Genimizdə yoxdur. Vəssalam. Siz dovşan qanı, xoruz pipiyi, nə bilim, müxtəlif adlarla adlandırdığınız ən acı, ən tünd çay içən Əli Həsən kişinin nəvələrsiniz. Mümkün deyil ki, siz yaşıl çayla o həzzi alasınız. Çaydan qlamur görünmək üçün edirsə, eyvallah. Sizə heç kim heç nə deyə bilməz. Coffee shoplarda falan. Hə, yəni tamam. Göstəriş. Hə, göstəriş üçün edirsə, heç kim buna qarışa bilməz. Bu sizin ixtiyarınızdır. Əlavə buna ödəniş verir və düşünürsünüzsə ki, bundan arıqlayacaqsınız. Bu da tamam başqa mövzudur. Amma siz çay həzzi ala bilməzsiniz. Siz ət yeməməklə o olmayacaqsınız. Çünki siz ət yeyən nəsildən gəlirsiniz. Ekosistem həll edib sizin yerinizə hər şeyi. Siz israr etsəz, bu nəsil özünüz üzərində bunu tətbiq etsəz, sizin övladlarınız bunu tətbiq etsə, ondan sonraki bəlkə bu oturuşar. Neçə nəsildən sonra? Bəlkə oturuşar, amma yəni oyun çıxarmayaq da. Yəni yaşıl çayla xoşbəxt ola bilməzsiniz. Yəni heç kim məni buna inandıra bilməz də. Yəni təbiətdə olan natural maddələr əgər sizin təbiətinizdədirsə, okeydir sizin üçün. Amma kənardan gələn natural, məsəl üçün ətirdən danışırıq da, kənardan gələn maddələr, ətirlər belə bioloji olmasa da psixoloji olaraq sizə pis təsir edəcək. Ud qoxusunu götürə bilərsiniz. Dünyada çox aktualdır, çox trenddir bu dəqiqə. Ud. Məsəl üçün, mən keçən dəfə danışıram. Mən Səudiyyə Ərəbistanında onlara izah edə bilmədim ki, uddan, ud yağından deyək, tərli corab qoxusu gəlir. İzah edə bilmədim. Bizim üçün tərli corabdır. Sonradan mən anladım ki, axı bu corab geyinmir ümumiyyətlə. O harda corab geyindi ki, hələ bir ondan tərli qoxu da gəlsin. Nadir hallarda. Və yaxud ki, izah edə bilmədim ki, bundan motal pendirindən qoxusu gəlir. O motal pendirini görməlidir. Yəni bir ərəb üçün, bu vaxtda bir kulisazda məqalə də var idi. Bir ərəb üçün möhtəşəm olan bir qoxu, onlar qınamaq olmaz. Və yaxud ki, digər millətləri, Hindistanı, bəzən deyirlər ki, Hindistanlarda nə bilim filan pis qardaş, bu buna alışır. Bu min illərdir belə yaşayır. Sənin könlün xoş olsun deyə bu qida rasionunu dəyişə bilməz dostum. Sən kimsən ki? Məsələn, Azərbaycandan oturmusan, sən kimsə, filan millətdən pis qoxu gəlir. Sən get Finlandiyaya, Yaponiyaya, gör sən burun qırışdırırlar ya yox. Özünüzü böyük bir şey zənn edirsiniz. Olmaz. Heç kimin o şeylərinə qarışmaq, tənqid etmək, təhqir etmək olmaz. Sadəcə olaraq anlamaq lazımdır. Ərəb üçün ən gözəl qoxu olan ud, Azərbaycanlı üçün motal pendiri və corab qoxusudur. Və biz məsəl üçün ətir çox istifadə edirik də. Biz hansı Skandinav ölkələrinə getdikdə, məsələn, mən araşdırma etmişdim. Finlandiyada bir il ərzində bir şəxs 1 ədəd 30 milli flakon ətir istifadə edir. Biz 30 milli flakonu 10 günə istifadə edirik. Hə. Deməli biz onlar üçün nəyik? Yəni düşünün, yəni biz onlar üçün iticiyik. Amma özümüz xoşbəxtik. Ekosistem, kültür, oturmuş qaydalar, dini inanclar və s. və axır bütün bunlar bu məsələlərə təsir edir. Siz bu gün hər şeyin təbiisinə keçə bilərsiniz.
Amma təbii olan da yerli deyilsə, bunu həkimlər, təbiblər bəlkə daha yaxşı bilər. Yerli deyilsə, o belə sizdə problemlər yarada bilər. Yenə deyirəm, bioloji olmasa belə ən azı psixoloji, ən azı xoşunuza gəlməyəcək. Doğru. Bəli. Onda qoxunu ən düzgün bu sual verim. Hansı nahiyəyə vursaq daha yaxşı olar? Hansı ki təhlükəsiz? Ən təhlükəsiz yer paltardır, geyimdir. Geyimə vuraq. Dəriyə. Yəni təhlükə olacağını düşünürsünüzsə, həssassınızsa, ən yaxşısı dəriyə istifadə etməkdir. To ist, üzr istəyirəm, paltar istifadə, geyimə istifadə etməkdir. Belə olmaz. Bəli. Əslində mənim çoxlu suallarım qaldı belə. Amma ki bizim vaxtımız bitir. Yenə görüşərik. Yenə görüşərik. Sağ olsun. Bəli. Çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Belə bir sahəni seçmisiniz və Bəli. çox gözəl də bunu qəşəng aparırsınız. Uğur arzulayıram sizə. Təşəkkür edirəm. Şad oldum sizi tanımağıma. Çox sağ olun gəldiniz. Sağ olun. Sağ olun.